O gün görmüşəm sosial şəbəkədə. Deyir ki, Nurlan Ordubadlını sevirəm, onu dəvət eləyək verilişə, bir də ki, Günel Zeynalovanı dəvət eləyək verilişə. Xoşgədəm Hidayət qızı sual verir. Ay qız, Nurlan Ordubadlı kimdir, ay qız? O kimdir, ay qız? Adından da söyləyir, meyxanaçıdırmı o, meyxanaçıdırmı? Mən də bütün müğənniləri tanımıram. Yeni çıxanlara hələ heç tanımıram. Amma məsələn, Nurlan Ordubadlı elə bir müğənnidir ki, 44 günlük vətən müharibəsi günlərində dilimizdə bir şuar var, yaşa Azərbaycan sözü, elə şuar olaraq hamımızın dilində əzbər oldu. Mən də şəxsən tanımayanda belə, amma hər o mahnı səsləndiriləndə mən onun üçün xüsusi video çəkirdim. Çünki mən Azərbaycan aşiqiyəm, vətən aşiqiyəm. Ona görə də mənim üçün fərqi yox idi onu ifa edən kimdir. Amma ki, orada dilimizdə bir şuar var, yaşa Azərbaycan deyilirdi.